Meysəm deyir, gördüm əleyhissalam gedir, aram gedir. Deyir, düşdüm dalıca getdim. Ya Miqdaddan da deyirlər, Meysəmdən də bilmirəm. Deyir, düşdüm dalıca getdim. Dedi ki, Meysəm nə axtarırsan gecə vaxtı? Deyir, ağa, təhlükəli vəziyyətdir, qorxuram sizə zərər yetirərlər. Deyir, dedi ki, qayıt get, məni rahat burax. Deyir, ürəyim gəlmədi, yenə gəldim. Gördüm 2 rükət namaz qıldı. Ondan sonra deyir, mənə dedi ki, xahiş edirəm mənə yaxınlaşma, elə dayandığın yerdə dayan. Deyir, gördüm, aralandı, yenə də ürəyim dözmədi. Gəldim, gördüm, neyinir, gördüm. Qəribədir, biz bu hərəkətləri deyirik, amma başa düşmürük. Gördük, başını salıb ya, bak, boynunu salıb quyunun içindən fəryad səsləri gəlir. Bilmirəm, hərəkətin hikmətini heç kəs izah eləyə bilmir. Bu istiğfardır, tövbədir, ibadətdir, bu deyil. Çünki bunu evində deyilirdi. Bu qürbətin nəhayətidir. O insanlar ki, önəmsiz şeyləri önəmli sayır, onların içində mənəvi məsələlərə ciddi yanaşan adamların vəziyyəti belə olur. Ondan sonra gördü, yenə mən buradayam, baxdı, dedi ki, eşitmədin ki, mən nə dedim? Dedim, yox ya, Əmir Əl-Mömin. Mən dedim ki, qərib olurlar bu insanlar. Nə həddəcən qərib olurlar? O qədər qərib olurlar ki, əleyhissalam özünə ölüm istədi. Dedi, ilahi, məni al bunlardan. Day, qala bilmirəm bunların arasında. Mən deyirəm, qərib olurlar az sözdür. Cəmaat bu insanları öldürür. Axırda öldürdülər əleyhissalam. Çünki onlar kimi düşünmür. Onlar əhəmiyyət verdiyi şeylərə bu əhəmiyyət vermir. Axırda silah götürüb öldürdülər. İmam Hüseyin də bu adamları öldürdü. İmam Hüseyin deyirdi, əmə tərəvnə ənəl haqq la yu'məlu bih və ənəl batil la yətənaha ən. Məyər görmürsünüzmü ki, haqqa əməl olunmur və batildən çəkindirən yoxdur. Yəni, niyə ciddiyə almırsınız məsələləri, niyə önəm vermirsiniz, görmürsünüz nə gündədir cəmiyyət? Cəmaat başqa şeyə qarışıq idi. Buyurdu ki, mənim sözüm düzdür, niyə bunlara təsir qoymur? Çünki bunlar başqa şeyi ciddi sayır. Bunlar bu saat deyir, tez bu işi bitirim, çıxım gedim, pozğun qadınların üzr istəyirəm, qoynunda dincəlim, keyf eləyim. Bunlar bu saat bu düşüncədədir, Kərbəlada ola. Ki bu işi tez bitirək, gedək öz keyfimizin dalıcan.